İnsanlar niyə bu qədər əsəbidir bəzən? Bax, sual verin. Niyə narahatdılar bəzən? Niyə depressivdilər? Çünki insanlardan gözləntiləri çoxdur. Yəni, hər şeyi başqaları üçün görürlər deyə, başqalarının xatirinə yaşayırlar deyə, göstəriş xatirinə yaşayırlar deyə, cəmaatdan da istədikləri reaksiyanı görməyəndə əsəbi olurlar və yaxud da depressiv olurlar, narahat olurlar. Çünki insanlardan gözləntiləri çoxdur. Biz adətən həyatımızı da cəmaatdan gözlənti üzərində qururuq. Cəmaat mənə nə deyər, cəmaat belə desin, cəmaat elə desin, bunun üzərində qururuq. Niyə peyğəmbərlər onlara edilən bu qədər zülmdən, xəyanətdən bezmədilər? Bax, sual verirəm. Niyə imamlarımız bezmədi insanlara xidmət eləməkdən? Yenə də davam elədilər. Yenə də işlərin gördülər. Çünki insanlardan gözləntiləri düz idi. Onlar çox yaxşı başa düşürdülər ki, bura vəfasız yerdir də. Bura vəfasızdır. Gül bulunmaz bu dükanlı dünyanın bağında üçün. Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə. Bi vəfadır çün bu aləm, kimdən istərsən vəfa. Bi vəfa aləmdəsən, yar-ı vəfadar istəmə.